Deməli, Mars xətti yenə də sağ əldə var. Heç vaxt işsiz qalmaq mümkün olmayacaq. Həmişə məşğulluq olacaq. Və digər bir tərəfdən deməli 10-20, 20 yaşda bir sevgi stresi hələ də izi var. Bu keçdi. Bu bizə lazım deyil. Tak, ömür xətti burada. Təzədən yuxarıda bir dənə də gəlir var. Hətta yaşlı dönəmdə çox böyük bir uğura sahib olmaq mümkün ola biləcək. Bu yaşlı dönəmin bir uğurudur. Amma bu uğur 3 dənə xətt olduğuna görə mən elə başa düşdüm ki, 3 uşaq ola bilər. Bu nasledici uşaq da ola bilər, mecbur. Əslində mən o 3-cü uşaq mövzusunu heç vaxt bağlamamışam. Hamı soruşur, deyirəm ki, bilmirəm, amma hələ yox. Məsələn, indi yox. Amma yəni bu o da ola bilər. Yəni əldə bir çox şeylər, məsələn, bir işarə bir neçə mənada düşə bilir əldə. Baxır o hansı bürcdə yerləşir və yeri harda yerləşir. Onu biz digər işarələrə görə artıq həm məntiqə yükləyirik, həm detalını da reallığa yükləmək lazımdır ki, onu biraz dəqiq analiz etmək olsun. Yəni burada çox işarələr var. Yəni bunların izahatlarını etmək. Əldə əsas vacibi cəhətlər bu yastıqlardır. Biraz var yastıqlar. Yastıqlar çox vacib cəhətlərdən hesab olunur. Bunları deyirsiniz. Yastıqların bəli olmağı insanı uğurlu eləyir, insanı məşhurlaşdıra bilir, insanı pullaşdıra bilir. O cəhətdən yəni yastıqlar çox önəm təşkil eləyir. Yastıqların yerində olmağı özü daha böyük uğura sahib olur insanlar. Yəni onlar böyük xeyir verir insanlara. Burada ayrıca bir barmağın ucundakı kimi bir xəttlərdir. Bu barmağın ucundakı onlar küsəyənlikdir, küskünlükdür, gizlin ağlamalardır. Bunlar sonra yaranıbdır onda, hə? Onda belə olmaya da bilərlər, yəni. Olmaya da bilərdi, bəli. Biraz məsələn sağ əldə orta barmaq görürsünüz bir balaca dönür. Çox aşağıdır, hə. Və yana burulub. Bu o deməkdir ki, özdə atsız barmağa tərəf istiqamətlənib. Birincisi, biraz ailə narazılığını meylləndirəcək. Deməli, gərginlik ola bilər. Bayaq dediyim kimi, qabağını almaq lazımdır. Məntiqlə, bu bir. Öz narazılığın əlində dediyim deyinmə, biraz təkəbbür, biraz sərtləşmə artacaq. Amma etmək olmaz. Uca xəbərdarlıqdır. Dünən hiss elədim onu. Digər bir tərəfdən atsız barmağa yönəldiyinə görə bu bəzi hallarda pula görə olacaq, maddiyyata görə və cədvəldə də 5 rəqəm yoxdur deyənə əgərsə bizneslə məşğul olsaydı Aytan xanım yaxşı pula sahib olacaqdı. Amma işlə konkret deməli, sanki maaşa baxır deyənə daha çox maaşdan asılılıq ola bilər. Amma 8-lərə görə sənət öyrənmək lazım idi və hətta onu varsa onu inkişaf elətdirmək lazım ki, əlavə gəlirin olsun.